Fövqəladə Hallar Nazirliyi Sumqayıt şəhəri Qaya küçəsi giriş 143 ünvanında inşa olunan qeyri-yaşayış binalarının istismarına icazə verib. Yenavaz.com-un əldə etdiyi məlumata görə 3 binadan ibarət olan qeyri-yaşayış obyektinin ən böyüyünün tikinti sahəsi 1250 kvadrat metrdir. Digər iki obyekt isə 191 və 37 kvadrat metr tikinti sahəsinə sahibdir. Hər üç obyekt bir mərtəbədən ibarətdir. Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi Enter-MMC tərəfindən hazırlanan layihə əsasında tikilən binalara 22 iyun 2026-cı il tarixli istismara hazırlıq rəyi verib. Məlumat üçün bildirək ki, obyektin sahibi məşhur yazıçı Kəramət Böyükçöldür. Məsələ ilə bağlı Kəramət Böyükçölə ünvanladığımız suala yazıçı belə cavab verib. Stat: Şərurlu İsfəndiyarın müsahibəsindən sonra gördüm ki, ölkədə çobanların işi yaxşı gedir. Həmin vaxtda qeyri-yaşayış obyektlərinin sənədləşdirilməsi ilə bağlı fərman çıxdı. Mən gedib torpağı sənədləşdirirəm ki, bankdan kredit götürüb özümə qoyun quzu alım. Biraz çoban kimi fəaliyyət göstərəndən sonra başlayacağam bina tikməyə. Belə. Statın sonu.